Burada çox təhlükəli vəziyyətdə yaşayırıq. Ömürlərini zəhmət və əziyyət içərisində keçirən bu yaşlı cütlüyün ən böyük arzusu sadəcə sığınıb rahatlıq tapa biləcəkləri isti bir evdir. Qaynar xəttimizə müraciət edən Binəqədi rayonu sakini Gülçöhrə Bəhlulova deyir ki, qəzalı və şəraitsiz vəziyyətdə olan bu evdə yaşayırlar. İndi isə onlardan bu evdən çıxmaları tələb olunur. Əvəzində də cəmi 21 min manat kompensasiya təklif olunur. Müsahibin sözlərinə görə təklif olunan məbləğə yeni ev almaq mümkün deyil və bu halda küçədə qalmaq təhlükəsi ilə üzləşəcək. Bilirsiniz ki, evlər də bahadır. Mən də pensioner adamım. İndi qalarım küçələrdə, elə yaşayıram da burada. Elə bir təhər yaşayıram. Mən də özüm 66 yaşım var. Mən qalmışım belə qorxu altında. Şanlar çoxlar, da neyini natəmizlik yerlər. Şan dolu, valla, kley qoyuram, şan tuturam. O qiymət vermirlər, pulu yaxşı vermirlər ki, gedim mən də əməlli başlı evdə yaşayım da. Məcburam qalmışam burada yaşamağa da belə. Heç 30 neçə min elə, ya bir 40 min elə günə ki, mən gedim bir ev ala da bilim də, bir-iki otaq. Siz bilirsiniz ki, hər yerdə evlər bahalıdır. Hüquqşünas Ruslan Vəliyevin sözlərinə görə vətəndaşların əmlaklarının kommersiya məqsədi ilə alınması yalnız könüllü şəkildə həyata keçirilə bilər. Bu halın da baş verməsi üçün mütləq şəkildə tərəflər arasında müqavilə imzalanmalıdır. Əgər vətəndaş müqavilənin şərtləri ilə razı deyilsə, o cümlədən həmin məbləğlə razı deyilsə, o müqaviləyə dəyişikliyin edilməsi və öz təkliflərini təklif edə bilər ki, müqaviləyə dəyişiklik olsun. Müqavilə könüllü qaydada bağlanır. Yalnız hər iki tərəf vətəndaşla kommersiya qurumu arasında razılıq əldə olunduqda onda müqavilə bağlanır və artıq müqavilə qüvvəyə minir. Digər hallarda vətəndaşların əmlakının satılmasının, əmlakın tələb edilməsi yol verilməzdir. Gülçöhrə Bəhlulovanın problemi ilə bağlı Biləcəri Bələdiyyəsindən bildirildi ki, vətəndaş ərizə ilə onlara müraciət etməlidir. Bundan sonra əraziyə təkrar baxış keçiriləcək və lazımi tədbirlər görüləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə vurğulandı ki, sakinlərin çoxsaylı müraciətlərinə əsasən sözügedən binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib. Komitədən o da əlavə olundu ki, ixtisaslaşmış qiymətləndirici şirkət tərəfindən Binəqədi rayonu 2-ci Mədən küçəsi Korpus 98 ünvanındakı binanın mənzillərinin hər kvadrat metri 1340 manat dəyərində hesablanıb. Hazırda 3 mülkiyyətçidən ikisi ilə notarial qaydada kompensasiya müqaviləsi bağlanıb və köçürülmə təmin edilib. Digər sakin isə təklif edilən məbləğlə razılaşacağı təqdirdə qısa müddətdə eyni şərtlərlə müqavilə bağlanacaq və kompensasiya ödənilərək köçürülməsi təmin olunacaq.